Salam gözəl xanımlar, hamınızı salamlayıram. Arzu'nun mətbəxinə xoş gəldiniz. İlk vloqumdur çəkirəm. Sadəcə bir həvəskar xanım kimi mən də özümü istədim sınayım. Vlog çəkim, paylaşım. Mətbəximdən, yeməklərimdən, pişirdiyim yeməklərdən sizlər üçün paylaşım inşallah. Bunun üçün sizdən dəstək gözləyirəm gözəl xanımlar. Bəyənsəniz əgər like edin, fikir bildirin, rəylərinizi yazın. Allah sizdən razı olsun. Qabaqcadan hamınıza təşəkkür edirəm. İstədim ilk vlogumu lobiya ilə başlayayım. Mənim lobiya yeməyə çox xoşuma gəlir. Doğrayım, yuyum. Sonra pişirməyə başlayanda yenə sizlə bərabər pişirə-pişirə bölüşərəm videomu. Soğanı doğradım xanımlar. Mən lobiya biber də vururam. Soğanımız qorulsun, biraz ölsün. Sonra mən buna lobiyanı tökəcəm. İnşallah. Bu arada istəyirəm soğan pişincə mən bu yaşıllığı sizə görsədim. Bizim binanın qarşısıdır. Ətrafımızda məktəb var. Mənzərəsi çox qəşəngdir. Özümün də xoşum gəlir o mənzərədən. Dedim sizə də görsədim. Bir də xanımlar, mən deyim bunu sizə. Mən əlcək taxmağı xoşlamıram. Mənim əlim elə suda olur, tez-tez suda olur. Onun üçün mən əlcək taxmıram. Biraz ara verək, mən lobiyanın tam hazır formasını sizə göstərəcəm. Xanımlar, lobiyamızın pişmiş halı belədir. Öz yaşıllığı üstündə qalıbdır. Dedim görsədim sizə də. Nuşu canım, Allah hamının süfrəsini bol eləsin, ruzusun bol eləsin, daima qazan qaynasın hamının evində, o cümlədən bizim də. Hamınıza təşəkkür eləyirəm. İlk videomuydu, bilmirəm nə dərəcədə alındı, yaxşı, pis, sizin fikirlərinizdən, rəylərinizdən biləcəm. Çox sağ olun, gözəl xanımlar, gözəl bacılarım. Hamınıza qabaqcadan öz təşəkkürümü bildirirəm. Bura mənim mətbəximdir, Arzu'nun mətbəxi. Kiçik də olsa mənim üçün çox şirindir bu mətbəx. Mən bura girəndə özümü çox xoşbəxt hiss eləyirəm. Bir qadın kimi çox xoş olur mənə. Burada mən yeməklər pişirəndə dadlı
Çox məmnun oluram. Dedim sizi də tanış edeyim öz mətbəximlə.